Bizim kəndimiz verilişi Şəki şəhərinin Kiş kəndindədir. Gəlmişik bu kəndin tarixindən sizə məlumat verək. Gedək görək kənddə vəziyyət necədir, insanların gündəlik həyatı necə keçir. Aprel ayının sonları da hal-hazırda. Burada dağlarda hələ də qar var. Necə deyərlər, bir tərəf yaşıllıq, yazdır, bir tərəf də qışdır. Salam, xoş gördük sizi. Salamünaleyküm. Gəlin səriyə. Xoş gəlmisiniz. Xoş gördük sizi. Səfa gətirmisiniz. Biz bugün bölgə TV olaraq gəlmişik Şəki şəhərinə. Bəli. Şəki şəhərinə gələndən sonra da istədik Kiş kəndinə gələk, sizin kəndinizə gələk. Bəli. Sizin kəndi göstərək bizi izləyən tamaşaçılara ki, Kiş kəndi necə də gözəl kənddir, mənzərəsi var. Bəli. Mehriban, qayğıkeş insanları var. Ən önəmlisi də bu kəndin tarixi var. Bəli. Çox böyük bir tarix var. Bəli. İnşallah sizlə bu haqda müsahibə alacağıq sizdən. Baş üstə, xoş gəlmisiniz bir daha. Gözümüz üstə yeriniz var. Buyurun. Sağ ol, gəl. Bəli. Xoş gəlmisiniz. Çox sağ olun Vaqif müəllim. Və bura bizim xanədir. Bizim evimizdir. Təbii ki, kəndin yuxarı hissəsindədir. Düzdür, yollarımız azadda narahatçılıqlar var, amma necə deyərlər, yollarımız abaddır. Relyefinə görə çətin. Bəli, relyef baxımından da çətinliklər. İlk baharda, hardasa bizim kəndimizdə də ağaçlar növbə ilə çiçəkləyir. İlk olaraq əriklər çiçəkləyir. Ondan bir qədər sonra alsalar çiçəkləyir. Daha sonra albalılar, gilaslar, digər ağaçlar çiçəkləyir. Növbəli şəkildə. Bəli. Təbiətin də özünün bir harmoniyası var. O harmoniya eyni zamanda baharın gəlişində, ağaçların çiçəkləməsində də özünü göstərir. Və buradan belə baxanda görürsünüz də uca dağların başı, qar. Hətta burada dağın özü boyda bir qaya var. Bilmirəm necə görünür. Bəli. Mən məsələ haçansa yazanda yazmışdım ki, köksüm kimi yarılan dağım. Yəni bizim dağların da yaralı yerləri var, nəinki adamlarımızın. Vaqif müəllim, o şeirləri əsasən burada yazdığınız şeir olub. Hansı şeir yazmışsınız Vaqif müəllim? Məsələn, mən kəndimiz haqqında onlarla, yüzlərlə şeir yazmışam. Məsələn, birisi belədir ki, deyir, qanqalını göz üstünə qoyaram. Zərrən üçün gözlərimi oyaram. Nəfəsini min illikdən duyaram. Eşqin ilə arzum budaq-budaqdır. Səndə şair olmamaqda günahdır. Xoş yazına, sərt qışına vuruldum. Çiskininə, yağışına vuruldum. Adım mənim yollarımda çıraqdır. Səndə şair olmamaqda günahdır. Bu dünyada qərənfil çox, lalə çox. Amma sənin lalən kimi lalə yox. Bulağının naləsi tək nalə yox. Bulaqların nə yanğılı bulaqdır. Səndə şair olmamaqda günahdır. Uşaqlığım belə döydü ey yuvam. Sevda məni yaman əydi ey yuvam. Sənə gəldim ətrin dəydi ey yuvam. Torpaq ki var, övladına dayaqdır. Səndə şair olmamaqda günahdır. Şair sənsən, şeir deyən dilim mən. Sərkərdəsən, qılınç vuran əlim mən. Gözəl sənsən, sevgilim mən, dəlim mən. Bilmirsənmi oğlun Kərəm sayaqdır. Səndə şair olmamaqda günahdır. Vaqif müəllim, çox sağ olun. Gözəl şeir səsləndiniz həqiqətən də. Mən qulaq asdım o şeirə. Çox dərin mənaları var. Şair orada, yəni siz deyirsiniz ki, səndə şair olmamaqda günahdır.
Siz bir növ bu dağlara baxırsınız. Bu təbiət özü sizi vadar eləyir, məcbur eləyir ki, bu şeiri yaz. Bu dağlara baxıb ilhamlanırsınız. Bəli. Burada oturursunuz, dağlara baxırsınız, ilhamlanır və şeirlərinizi yazırsınız. Bəli. Deməli, təbiətin də çox rolu var, insan faktoru var. Poeziyanın iki mənbəyi var. Birincisi təbiətdir. İlk insan ilk dəfə gözünü açır, görür gün çıxıb. İstər-istəməz günəşin işığı bunu düşündürür. Sonra axşam olur, gün batır, ay çıxır, ulduz görünür. İnsan bunu dərk eləmək istəyir. Onun qəlbə həyəcanlanır, hissiyatı oyanır. Bununla bərabər onun ağlı, düşüncəsi başlayır oyanmağa. Bir də poeziyanın ikinci mənbəyi insandır. Şeirin təkrar deyirəm, iki mənbəyi qoşa qanat hesab oluna bilər. İnsan təbiətdən ilham alır, təbiətin sirlərini, sehirlərini istəyir ki, bədii bir dillə, könlünün, ürəyinin dili ilə söyləsin. İkinci mənbə insandır ki, o insan hardasa Həvva şəklində Adəmin bütün varlığını oyadır. Beləliklə əmələ gəlir təfəkkür, təbiətlə bağlı olan təfəkkür, insanın özünün mənşəyi ilə bağlı, yaşantıları ilə bağlı olan düşüncələr. Beləliklə də əmələ gəlir poeziya, milliyyətindən, irqindən, cinsindən asılı olmadan. Buranın Baydar Bulağı adlanan ərazisidir, Kiş kəndinin. Bu da aydın məsələdir ki, burada bulaq var, su var. Ona görə bura Baydar Bulağı adlanır. Var olsun, bizim bu kəndimiz çox qədimi kənddir, gözəl kənddir. Gözəl bacılarımız, qardaşlarımız qeyriyyətli, namuslu. Bizim bir daha da narahatçılıq və yolla izlənir, yollarımız çox bərbad xarabdır. Avtobusda da çox narahatçılığımız var. Uşaqlar da bel qazanır, ancaq maşına tökür də, yəni yollar xarabdır, bunu demək istəyirəm. Bu bulaq da qədimi bulaqdır. Hər məhəllənin öz adı var da bu kəndlər. Burada hər məhəllənin öz adı var. Duluzlar deyirlər, Vəlimətlər deyirlər, Buralar işlər deyirlər. Bura indi hansı məhəllədir? Buralar işlər məhəlləsi Baydar Bulağıdır. Baydar Bulağı. Bura Baydar Bulağıdır. Biz uşaqlıqdan buradan mən su daşımışam, çiynimlə, güyümlə. Bu qoşa bulaqdır, Baydar Bulağı deyir. Təbii şirin sudur. Bəli, təbii içməli qəşəng bax, bütün kənd. Bütün Kiş kəndi, o sular bulanına çay bulaqlarımız. Ha buradan su daşımışıq, güyümlə. Ha dəqiqə mənim güyümüm evdə durur. Bax, gördün nə gözəl. İçməlidir o. Bəli. Balam iyi. Belə. Siz onda neçə illərdir bu bulaq burada var? Oy, qədimi bulaqdır bu. Gözünüzü açıb burada Gözümü görürsünüz. 63 yaşım var oğul. Mən burada bu bulaqda bu bulan suyu ilə böyümüşəm. Bəli. Deməli necə idi o vaxtı səhənlər deyirlər də, çiyinlərdə səhənətdə su daşıyır. Bəli, səhəndə su daşıyırdıq güyümlə biz. Bütün kənd yarı gördüyün quruq, buradan su daşıyır. Uçerədə durmuşuq burada. İndi də olur, indi də daşıyırsınız səhənətdə. Yox, indi daşımı hamımızda məhəlləndə bulaq var. Bulaqlar çəkirdi, biraz cəmaət müəssirləşib, yaxşılaşıb. Baş-başa verib, qəşəng durba getirdirib. Şəhər Sevizə kömək edir, sağ olsun, Allah razı qalsın. Prezidentimiz də Allah qorusun, vətənimizi qorusun, soldatlarımızı qorusun, salamat gəlin, sizə də can sağlıq arzulayıram. Bir də ki, çox gözəl. Şəki, sizin kəndin belə qeyri-adi nə yeməyi var, kulinariyası? Bizim kənddə ən çox lobiya. Burada ən çox lobiya, bozbaşı yeyirlər, lobiya şorba deyirik biz. Ətli sümüksəz salır. Ən çox bizdə lobiya əkilir, bir də kartuşkadır, çaladır, xiyardır, pomidordur. Torpaqlarınız necədir? Məhsullardır? Torpaqlarımız da pisdir, Allaha şükür yaxşıdır da biraz. Suyumuz biraz qırtlıq da olur da, yayda hər yerdə özün bilirsən də, su biraz şey olur. Yaxşıdırlar. Razıyam, burada kənddə olmağıma xoşbaxt sayıram özümü. Siz də bu toyda nə yeməklər pişirsiniz? Bizim toylarda, məsələn, bizdə buğlama veririk də, bir də doğğa veririk, doğğa da qoyuruq qırağına. Məsələn, doğğa bozbaş tökürük toylarda. Ustur açırıq da, kabab, qazan kababı, lülə kababı. Öküz kəsirlər, bəli. Kənddə məsələn, oğlumu toyuma məhlədə eləmişəm. Bütün qovum, qardaş, el yığılıb, yeyib, içib, oynayıb, çalıb, dağılırlar. Toy neçə gün davam edirsiniz? Toy bizdə bir gündə, bir sutka evdə eləsək. Amma zadda səhər bey oturur, yansılarının zadına, beyni, boyuna, kələyə sağlıq. Sonra geyirik saat 4-5 arası restorana. Sizə o bəy tərifi olur yenə? Bəy tərifi də o, bəli, niyə olmuş? Yığılıb məhlədə, mən qardaşın oğlu oldu, qəşək yığılıq, qoyduq. Deyə gülə qəşək, hamımız. Köhnə nostalji günlər yada Köhnə, bütün zadlar gedir də, biz də hələ davam eləyik. Biz köhnə kimi qəbul eləmirik. Xoşumuz gəlir.
Həm də kəndiniz necə deyirlər, qədim kənd Restorana olduğunu. bəy oturmur. Burada kənd eləyirik. Toyçular gəlir, ayağında xoruz da kəsib, qəşəng məhliyə içəyə qoyuruq. Ondan sonra bəy tərif verir, ondan sonra da gəlib yeyir. Sizə o gəlin ayağının altında nə qurban kəsin? Gəlin evi qurbanla kəsən olur. Attafağı qoyub altına leyanı ilə attafağı üç dəfə göyə qaldır, yerə qoy deyirlər. Ondan sonra kəsə oğrayırlar da, yancılar gəl. Bəyin kəsəsini oğrayırlar. Maraqlı adət-ənənələr sədə Qəşəng, qorunur. bu həmən işlər gedir yəni. Limsə kəsədə o vaxtda mis kəsəsi verir. Həmən kəsəni də bəy yancıya satırlar da. Vəbşim adət-ənənə davam Maraqlı edir. adət-ənənələrimiz hələ də davam edir. Bəli, davam eləyir, bəli, eləyir, yaxşıdır. Çox gözəl, bir-birinə mehriban, xeyirdə, şərdə bir-birini qəşəng dəstək tutan, çox gözəl. Mən özüm 60 yaşım, 60 yaşımla bu kənddəyim deyib özümü xoşbəxt sayıram. Özüm 2 qızımla xoşbəxtdir, bu qızımın evidir. Bəli. Bir qızım şəhərdədir, Şəkidə. Bəli. Oğlumla mənimlə bir yerdədir. Yaxşıyıq, Çox sağ razıyıq. ol bibi. Çox sağ ol. Təşəkkür edirəm sizə. Özünüzə müğayət Çox ol. sağ ol. Kəndi gəzərkən nostalji bir maşın gördük burada. Bunu əsasən köhnə nəsillər daha yaxşı tanıyır bu maşını. Bu maşın Zil 30-dur. Zil 30. Hələ də əsasən dağ kəndlərində bu maşınlar hələ də fəaliyyət göstərir. Bu bir növ necə deyirlər, keçmişlə gələcəyi sintez eləyir. İndi mən baxacağam bu maşına, oturacağam roluna, necə deyirlər. Orada da sizə bu maşın haqqında bir iki dənə söz deyəcəm. Bu Zil 30'dur maşın. Bu əvvəllər necə deyirlər, bostanlarda, sahələrdə, pamıq sahələrində, kolxozlarda bu maşınlardan geniş istifadə olunurdu. Bunun aldığım məlumata görə bunun ili 91-ci ildir. Hələ də bu maşın dağ kəndlərində hələ də istifadə olunur bu maşınlar. Necə deyirlər, bu bir növdə kəndə yaraşıq verir, xüsusi gözəllik verir belə bir maşınlar. İndi mən bunu necə deyirlər, sürə bilmirəm. Ona görə amma sürməyimi də göstərərdim sizə, amma sürə bilmirəm, təəssüflər olsun ki. Amma həqiqətən də beləncə maşınlar tarixdir, qalır, gələcəklə keçmişi, keçmişlə gələcəyi sintez eləyən bir vasitədir demək olar ki. Çox gözəldir, buna diqqətimizi çəkdi, onu göstərdik ki, sizə göstərək. Yenə də deyirəm, bu əsasən beləncik ucqar kəndlərdə, necə deyirlər, qədim kəndlərdə, hələ də dağ kəndlərində əsasən hələ də bu maşınlardan istifadə olunur. Hələ ki bu maşınlar demək olar ki, gündəmdən çıxmayıb. Vaqif müəllim, bu həyatda səliqə səhmanı özünüz yaratmışsınız. Zəhmətkeş insansınız. Necə deyirlər, zəhmət insanın ömrünü uzadır. Bəli. İnsanı yaşadar. Çünki insan nə qədər fiziki işlə məşğul olsa, bir o qədər ömrü uzanır. Düz bir fikirdir bu. Çox doğru. Çox doğru. Çünki o sağlamlığa dəlalət eləyir. Və bu sizin sözünüzün qüvvəti, həyat bazanın belə səliqə və sahmanlı olması məndən daha çox həyat yoldaşımın zəhmətinin məhsuludur. Çünki adətən gülə, çiçəyə qadın da bilirsiniz, daha çox meyilli olur, həssas olur sizin sözünüzün qüvvəti. Və eyni zamanda da mənim üçün də çox xoşdur da. Məsələn, ürəyim lalə istəyəndə laləyə baxıram, nərgiz istəyəndə çörülüb bir nərgizə baxıram. Beləliklə mən də o necə deyərlər, gözüm gözəllikdən ac qalmır da. Bax belə, ayrı nə deyim. Və buradan da o təbiət yaxşı görünür deyə mən ən çox sevdiyim bir şeydir bu. Necədir? Super, əladır. Həqiqətən də mənzərə var. Həm burada yaz fəsli var, həm qış fəsli var. Hamısı var. Hamısı var. Deyir, şükür birliyinə yaradan kişi, gecədən gündüzə yol yaratmısan. Mizan tərəzi ilə qurub hər işi, işığı zülmətdən dol yaratmısan. Dağları, daşları xəlq eyləmsən, alçaqdan uzuya fərq eyləmsən, dərin dəryaları qərq eyləmsən, bir kiçik damladan göl yaratmısan. Hərədə bir ləqəb,
hələ də bir ad. Onun üçün bu qədər gözəldir həyat. Məsləhət bilmisən, qartala qanad. Ceyrana süzməyə çöl yaratmısan. Bilmirəm nədəndir yazdığın yazı. Hələ ki heç kimi salmayıb razı. Varlı gileylidir. Kasıb narazı hələ də bir zürə dil yaratmısan. Nər-nər nərildəyir şirlər qəfəsdə. Caqqallar, tülkülər ayrı həvəsdə. Bilmirəm nə deyib, yazıq bənövşənin başının üstə, bilmirəm nə deyib kol yaratmışsan. Yanğımdan deyirəm, deməzdim bunu, həyatın, ömrün də var öz qanunu. Deyirəm nə yaxşı cuma yoluna, haqqa, ədalətə qul yaratmışsan. Həqiqətən də Vaqif müəllim çox maraqlı insandır. Tez-tez bizə şeirlər səsləndirir. Biz də onu bölə bilmirik. Çox gözəl səsləndirdiyinə görə. Biz onu bölə bilmirik. Çünki çox dərin bir, mənalı bir fikirlər var. Ona görə sizə təşəkkür edirik ki, həqiqətən də siz o poeziyaya da çox önəm verirsiniz. Biz onu hiss edirik. Sizin həyatınızdan da o görünür. Sizin o dediyiniz şeylərdən də o bilinir ki, siz zər qədrini zərgər bilər. Təbii aydın məsələdir. Bu yayda ki, mənlə bağlı bizim Elmlər Akademiyasında tədbir keçirildi. Orada məsələ Türkiyənin fövqəladə və səlahiyyətli səfiri məni Türk Cümhuriyyəti Uluslararası Bilimlər Akademiyasının fəxri doktoru diplomu ilə təltif elədi. Təbrik edirik Vaqif müəllim. Çox sağ olun. Siz ona layiqsiniz, o ada layiqsiniz. Həqiqətən də layiqsiniz, o ad sizə verilir, bugünkü gün o diplom sizə verilir, o fəxri ad sizə verilir. Həqiqətən siz kimi ziyalılara, bizi kimi, necə deyək, siz kimi ziyalılardan biz kimi gənclər çox şey öyrənə bilər. Yaxşı mənada, mən necə siz kimi insanlar görəndə istəyirəm ki, ancaq faydalanam yaxşı mənada ki, nəsə öyrənim, nəsə sizdən uğurlayaq. Allah qorusun. Bu iki ağa sanki bir-birinə eşq elan eləyir, qol boyun alırlar. Əli və Nino kimi. Sərv ağacı, bəli. Həqiqətən də. Bu təbii əli. Deməli, ağaçların da arasında sevgi var imiş. Baş-başa vermək var imiş. Bu da bir sirri xudadır da. Dəfn dediniz, bayaq eşitdim, dəfn dediniz. Dəfn özü də bir mədəniyyətdir. Bəli. Bir adətdir, bir ənənədir. Sizin kənddə necədir o dəfn adətləri? Bizim kəndimizdə hazırki vəziyyətdə əhali müsəlman olduğu üçün müsəlman qaydası ilə dəfindir. Hardasa dünyasını dəyişənlər üzü qibləyə dəfn edilir və hardasa mərasim əvvəllər ta ki o 40 gün, 52 gün ərəfəsində qeyd olunmuşsa, indi yavaş-yavaş biraz qısaldılmalar, sadələşdirilmələr gedir. Hazırki vəziyyətdə müsəlman kimi hamı, yəni deyək ki, necə ki, məsələn, belə deyək də Qobustanda, məsələn, necə ki, deyək ki, amma Qobustan bugünkü həyatından deyirəm, əvvəlkini demirəm, məsələn, Bakıda, Şəkidə olduğu kimi, eyni qaydada. Amma bizim kəndimizin ərazisində hardasa kül, küp, qəbirlər də var. Kürqanlar. Yəni, bir var kül, küp qəbirlər. Yəni, küpdür. Təxminən bu cür küplərin hündürlüyü 28 sm olur və orada insan yandırılaraq bir obuz külü götürülür və o küpə qoyulur və dəfn olunur. Əvvəldən qalıb o? Bu, məsələn, deməli, bu o deməkdir ki, bizim bu gördüyünüz Kiş kəndi ilkin atəşpərəstlik dövrünü yaşayıb. Tarixi qədim olduğuna görə aydın məsələdir. Yəni, bu da aydın məsələdir ki, adına bizim dediyimiz atəşpərəstlik, ilkin atəşpərəstlik dövrü ən aşağısı 1000 il, 2000 il, bəzən də daha çox davam eləyib. Bayaq dəfn adətlərindən danışdıq biz, həm keçmişdən, həm də ki, indiki devirdən. Bəli. Aydın məsələdir ki, indi bəzi rayonlarımızda, elə bizim olduğumuz rayonda, Kürdəmir rayonunda artıq bu hüzür mərasimləri, dəbdəbəli hüzür mərasimlərində verilən isti yeməklər yığışdırılıb, tam dayandırılıb. Ancaq çay, xurma, belə yüngül
şirniyyatlar verilir. Bəli. Sizdə necədir? Artıq o dəbdəbə demək olar ki, dəbdən çıxır. Dəbdən çıxır, sadələşmə gedir. Əlbəttə ki, bütün bunların hamısı iqtisadi həyatla bağlı olan məsələlərdir, həm də şəraitlə bağlı olan məsələlərdir. Amma bununla bərabər bu sadələşdirmə özünün də elə bilirəm ki, müasirləşmə ilə bağlılığı var. Sizin kənddə var hələ də verilirsə yeməklər hüzur mərasimlərində? Məsələn, bizim kəndimizdə deyək ki, ehsan verilməsi də var. Bəli, hələ qalıb. Qalır əlbəttə, amma get-gedə zəifləyir. Əvvəl bütün hamı da olurdusa, Kütləvi idisə, indi tək-tük hallarda belə olur. Bu belə. Vaqif müəllim, toy adət-ənənələriniz necədir? Toy adət-ənənələrimiz də belə deyək ki, qapalı da, hardasa biz nə deyirik ona? Şadlıq sarayı deyirik. Şadlıq sarayları daxilində ən çox olmağa başlayır. Amma vaxt var idi, bizim kəndimizə toy gələndə biz orada bəndin burnu deyirik. Gedib toyçuları bəndin burnunda qarşılayırdıq. Və orada da ayaqsı olurdu da o vədə. Bizdə Mirsalı kişi var idi, ayaqsallar rəhmət eləsin. Bu da əlində bir balaca çamadan, özdə qabaqda oynaya və buna da qoşularaq başqaları da oynamaq şərti ilə kəndə qara zurna ilə daxil olurdular. Sonra qara zurnanı məclis, belə deyək ki, alətləri ki, əvəz elədi, qarmon, kaman, tar. Axı zurnanın səsi bütün kəndə yayılır. Neçədən indi sən tar çalmalısan ki, tarın səsi buradan o biri tərəfə geçsin, çatsın. Ondan sonra yavaş-yavaş insanlar bir növ də elə bil ki, məclis əhval-ruhiyyəsinə düşdülər. Səbəbi, qara zurna ilə olan toyların sonunda bizdə deyirdilər Köroğlunun qıratı qaytarması. Belə bir zəncabası çalınırdı. Kəndin məsələ deyək ki, güclü oğlanları, sonra güclü kişilər olurdu. Güclü kişilər ayaqqabısını çıxardırdılar. Sonra şalvarlarını dizə qədər çərməliyirdilər, pencəyi zadı atırdılar, düşürdülər, başlayırdılar meydana dolanmağa toy həyatını və güləş gedirdi. O neçənci illərə əhatə edirdi o? Təxminən məsələn mən onda 12-13 yaşım olardı da 68-dən sonra 66-dan sonra elə bil bunlar hamısı öz yerini başladı verməyə. Nəyə? O məclis alətlərini, musiqi alətlərini verməyə başladı. Ona can tam təbii idi. Bəs təbii. Məsələn, hətta İbn Ələsir deyilən bir tarixçi var. Bu, deməli, Monqollar Azərbaycana hücum eləyən ərəfədə sağ olub. Eyni zamanda da qədim tarixi də qələm alıb. O deyir ki, məsələn, İbn Ələsirin Əl-Kamil Fit tarix kitabında yazır ki, Babək əvvəlcə qara zurna saldırıb, sonra döyüşə girirdi. Necədir? Çünki döyüşə girmək üçün deyək, qan qaynasın da. Ruhlansınlar da. Sərdə qan qaynamırsa. İndi ona o verilsin. Necə ola bilər? Bəli, aydın məsələ. Bizim bu kəndimiz, Kiş kəndi, Azərbaycanımızın ən qədim kəndlərindən biridir. Bu kənd haqqında antik Yunan mənbələrində məlumat var. Strabonda, Ptolemeydə məlumat var. O cümlədən də antik Roma mənbələrində, Böyük Plinidə, Kiçik Plinidə, Yulisolində məlumatlar vardır. Və bu qayda ilə də son bizim bu günlərimizə qədər yazılan tarixi xronikalarda harada Şəki ilə bağlı hadisə varsa, orada bu kəndin adı çəkilir. Bu kəndin haradasa 15 məhəlləsi vardır. Bu məhəllələrin içərisində elə adlar vardır ki, onların söz asımı çox da çətin deyil. Məsələn, duluzlar. Bilirsən ki, bu duluzçuların məskunlaşdığı Onlar da məhəllələr ayrı idi. Bəli. Sənətkarlar məhəlləsi də. Bəli, duluzçular məhəlləsi. Deyək, Sala uşağı, yəni Salih kişinin torunları. Deyək, Vələmmətlər, deyək, Tatar uşağı. Amma eyni zamanda bu kəndin elə məhəllələri var ki, onların adları xüsusi asılış tələb edir. Məsələn, Toxun. Məsələn, Cor. Məsələn, indi bu dəqiqə olduğumuz Maflar məhəlləsi. Sonra Cavan məhəlləsi. Yəni bu sözlərin açılışı bütün bir tarixin açılışına bərabər. Adlar hələ də qalıb. Bəli, indi də həmən adlarla gedirlər.
bizim məhəllələrimiz və bu Maflar məhəlləsi də bilirsən də qədim Muğlar ki var idi, Muğ tayfaları. Bəli, bəli. Onların adlarını daşıyan, yəni o kahinlərin adını daşıyan məhəllədir və bu Muğlar da ilk dəfə Avestanı nəğmə şəklində oxuya-oxuya yayan tayfalardır. Azərbaycanın da ən böyük düzəngahlarından birisi də Muğandır da. Yəni Muğların yaşadıkları düzəngahlar və bu Maflar məhəlləsində də tarixin çox qədim məbədlərindən birisi olan Şiş məbədi yerləşir. Vaqif müəllim, mən gəzdikcə, kəndi gəzdikcə beləncik burada əşyalar satılır. Bəli. Bunlar da ki, kəndin başqa güşələrində, yerlərində var, yoxsa ancaq buradadır? Kəndin bir neçə yeri var ki, orada da deyək ki, belə antik əşyalar satılır. Həm də bu məbədə gələn yolda, bir qədər buradan aşağıda belə bir yer var. Orada da antik əşyalar satılır. Bu, haradasa məbədin ərazisidir deyə, bura gələn, məsələn, deyək ki, xarici turistlər üçün Azərbaycanda olan, Azərbaycanı təmsil edən bu əşyalar da xüsusi əhəmiyyət daşıyır. Onlar öz ölkələrində bu əşyaları aparırlar, insanlara tanış edirlər və sair və ilaxır. Və bura özü gözəlliyi ondan ibarətdir ki, məbədin ərazisidir. Əslində bizim o Şiş məbədinin ərazisi deyəndə bərabərdir bütün Maflar məhəlləsi. İndi məsələn, baxma ki, bir dənə orada bina var, o binanın ibarət hesab olunur. Çünki zaman-zaman ki, usulan yer olub, dağılan yer olub, adamlar özləri üçün, nə bilim, əqidələr dəyişdikcə, axı, eyni zamanda ev, ailə, bütün bunlar hamısında da dəyişkənliklər əmələ gəlib. Və məbədin ərazisi zaman-zaman kiçilib, balacalaşıb, hətta, məsələn, iş gəlib o yerə çatıb ki, 1836-cı ildə Peterburq Müqəddəs Sinodunun verdiyi qərara görə nə qədər Azərbaycan ərazisində qədim məbədlər var, bunlar Alban sözü ilə qoşa işlədilir. Onlar Ermənistan, Erməni Esmiyazin kilsəsinə tabi edilib. Bax, məsələn, bizim haradasa 19-cu əsr işğala məruz qalmağımız həm də bizim qədim tariximizin işğala məruz qalmasına gətirib çıxardır. Yəni, bizim qədim məbədlər də neyiniyib? İşğal edilib. Bəli. Vaqif müəllim, burada mən görürəm ki, burada bir növ turşular satılır. Bəli. Necə deyirlər, turşular nümayiş olunur. Bu sizin kəndin öz məhsullarıdır, yoxsa? Təbii. Təbii bizim kəndin öz məhsullarıdır. Çünki burada olan, məsələn, o görürsünüz də, məsələn, orada alçadır, nə bilim, gilasdır, zoğaldır. Cənnət alması da var orada. Bəli, cənnət almasıdır və s. və bu bitkilərin hamısı bizim kəndimizdə yetişən meyvələrdir, bitkilərdir. Bir də Vaqif müəllim, xüsusi otlar dağ yerlərində əsasən üstünlük təşkil edir. Bəli. Müalicəvi otlar. Bəli. O otlardan hansılar var burada? Burada demək olar ki, məsələn, kək otu deyirsən dağlarda o kək otular var ki, məsələn, fərqi var da. Bir var dağın ətəyində, kənddə bitən kək otu, bir də var, o gördüyün yaylaqda bitən kək otu. Onların çox fərqi var. Sonra bir 5 barmaq deyilən bitki var. Onun deməli o 5 barmaq şəklində olan hissəsi yerin altında olur. Amma məsələn üstündə olan o yarpaqlarından bilirlər ki, bu 5 barmaqdır. Məsələn, bunlar çox nadir bitkilərdir ki, məsələn, ədəbiyyatlarda da bəzən bunların adına rast gəlmək mümkün deyil. Kilsə, cəmaət kilsə deyirdi. Kilsə şəklində idi, ermənilər gəlib gedirdi, şəkildə yaşayan. Sırf olar gəlib gedirdi. Yəni, məsələn, dünyanın digər ölkələrindən gəlmirdilər. Amma elə ki, bu bərpa olundu, özdə bunun bərpası Norvegiyanın, belə deyək də, maliyyəsi ilə həyata keçirildi. O dövrdə də Azərbaycan-Norveç cəmiyyəti yaradılmışdı və bayaq mən adını çəkdim o kitabda, Gülcəhrə xanım Məmmədova da Azərbaycan-Norveç cəmiyyətinin sədri idi. Bundan sonra beynəlxalq ədəbiyyata ki, gəldi, düşdü. Bu şərqdə ən qədim məbəd, kilsə məbəd. Ondan sonra hətta məsələn
Allah rəhmət eləsin, mənim dostum Yaşar Qarayev. Bilmirəm, belə bir adam eşitmişsiniz, eşitməmişsiniz. Yaşar Qarayev. Hə, deyirdi ki, bəs Kiş məbədi Şərqin Yerusəlimidir. Aydındır. O dərəcədə önəmlidir. Bu mənim kəndimdir. Könül, dayan, dur. Burada yarpaqların ətrini duyun. Küsüb, bənövşə də boynunu vurur. Gəl onu axşayım, göz üstə qoyun. Zirvəni qartallı, dağı, dumanlı, göyləri hönkürən, ahlı, amanlı, çayları köpürən görməsəm olmur. Şehli lalələri dərməsəm olmur. Bura gün doğandır, ora gün batan. Burada bulaqlar da həzin ötüşər. Qonşu qız, ay mənə yat kimi baxan, asta get, səhəngin əlindən düşər. Bu mənim kəndimdir, könül, dayan, dur. Çəkim ciyərimə yarpaq ətrini, vallah min cənnətə dəyişdirmərəm. Bu sadə torpağın, torpaq ətrini. Necə deyərlər, hara getsə üzünüzə günəş doğsun da belə. Çox sağ olun Vaqif müəllim. Biz Siz çox də şad sağ olun. olduq, gəldik sizi gördük. Var olasınız. Minnətdaram inşallah. Təşəkkürlər. Biz yenə gələcəyik bura. Allah qoysun. Bölgə TV-ni izləyin, bizim kəndimizi izləyin. Bilmək olmaz, bizim kəndimiz bəlkə də gələn həftə sizin kənd oldu.